İnsanların fikri sənin üçün həddən artıq önəmlidirsə, insanlar içərisində özünü ifadə edə bilmirsənsə, utanırsan, çəkinirsən, lağa qoyulmaqdan qorxursansa və yaxud da tənqid olunmaqdan qorxursansa, hər zaman özgüvəni az və yaxud da pısırıq bir insan kimi görünməkdən narahat olursansa, pısırıq sözünü Azərbaycanca necə tərcümə edim bilmədim. Onda bu video sənin üçündür. Mən psixoloq Ofeliya Əliyeva. Kanalımda yüzlərlə danışanımla getdiyim yollardan, etdiyim fərdi seanslardan yola çıxaraq, onlar üçün faydalı olan texnikaları, onlar üçün verdiyim ev tapşırıqlarını sizinlə paylaşaraq, sizdə fərqindəlik yaradaraq psixi sağlamlığınızı daha yaxşı bir səviyyəyə gətirməyə niyyət etmişəm. Ümid edirəm bu video sənin üçün də faydalı olar. Diqqətli ol və indi biz başlayacağıq nəyə? Ümumiyyətlə, özgüvən nədir? İlk öncə bundan danışaq. Özgüvəni formalaşdırmaq üçün birinci güvən hissəsini kənara qoyub öz hissəsinə baxmaq lazımdır. Mən özüm kiməm? Mən özümü necə hiss edirəm? Mənim özümə aid sərhədlərim nədir? Mən insanlara qarşı sərhəd çəkəndə özümü necə hiss edirəm? Günahkar hiss edirəm, rahat hiss edirəm. Sərhəd çəkəndən sonra dayanmadan mən bunu etmək istəmirəm, amma alternativ verirəm. Deməli, artıq mənim özümlə bağlı, öz sərhədimlə və öz istəklərimlə bağlı problemim var. Məsələn, biri sizdən bir qiymət istəyir, sizin xidmətiniz neçədir? Deyirsiniz ki, 100 manat. Amma deyən kimi bir narahatçılıq hissəsi, amma sizin üçün 80 manata da eləyə bilərik, məsələn. Və bu da bir öz hissəsində, yəni sərhəd hissəsində bir problem olduğunu göstərir. Və yaxud da X bir insan sizə deyir ki, bugün gedə bilərik, siz bugün çox yorğunsunuz, özünüzü həddən artıq çox tükənmiş hiss edirsiniz. Deyirsiniz, mən bugün gedə bilmirəm, üzürlüsər, amma sabah mütləq, yəni sadəcə keçirsiniz kompensasiyaya, bir alternativ verirsiniz. Bu da öz hissənizlə bağlı, yəni rahat deyilsinizsə, o insana faydalı ola bilmədiyiniz üçün, o insana vaxt ayırmadığınız üçün, o insanın gözləntisinə uyğun olmadığınız üçün özünüzü narahat hiss edirsiniz. Və yaxud da bir insana deyirsiniz ki, mən bunu etməyi bəyənmədim. Valla xoşuma gəlmədi. Bunu deyəndən sonra ona açıqlama verirsiniz. Buna görə xoşuma gəlmədi, ona görə xoşuma gəlmədi. Onu ora qoydun deyə xətrimə dəydi. Bunlara ehtiyac yoxdur. Yəni, mən bunu sevmirəm. Bunun xüsusi bir səbəbi yoxdur. Belə mənə xoş deyil. Yəni, bu rahatçılığı siz özünüz özünüzə vermirsiniz deyə qabağınızdakı insanlar da sizə dayanmadan bununla gəlir. Deməli, özgüvəni artırmaqdan ötürü birinci öz hissəsinə baxmaq lazımdır. Öz nədir? Mən kiməm? Mən nələri sevirəm? Mən nələri fərqindəyəm, mən nələr üçün çalışıram, mən sərhəd qoyanda özümü necə hiss edirəm və ümumiyyətlə mənim sərhədlərim vardır. İndi isə keçirik güvən hissəsinə. Güvən bir prosesdir. Necə ki biz həyatımıza gələn bir insana güvənmək üçün bir vaxt lazımdır. Yəni onu tanıyırıq, onun bizə dediklərinin hərəkətlərinə necə yansıdığını, hərəkətlərində necə əksini tapdığına fikir veririk. Və güvən hissəsi də belədir, yəni zamanla formalaşacaq. Özünü güvənli hiss etmək üçün birinci özünə güvənən obrazı yaratmalısan sən. Məsələn, özgüvənlisən ilk öncə xarici görünüşcə, vibe cəhətdən hansı vibe verərdin? Saçını necə eləyərdin? Hansı cür paltarları seçərdin? Hansı kombinləri eləyərdin həyatında? Birinci xaricdən görünə biləcək enerji və fikir verməlisən. Yəni, mənim xarici vibe'ım, lookum nə olmalıdır? Elə bugün get paltarlarına bax və özgüvənli, Pinterest-ə gir və yaxud da fərqi yoxdur. Bəzi insanları izlə. Mən hansı rəngləri kombinləyəndə daha çox özgüvənli, daha çox səliqəli, daha çox özümdən əmin bir vibe ötürürəm. Və mən o paltarların içində özümü necə hiss edirəm? Çox yox, 4-5 dənə kombin yarat özünə. Və bu vibe'ı üzündə necə yansıda bilərəm? Saçımda, üz cizgilərimdə, makyajımda fərqi yoxdur. İkinci bu sualı ver. Çünki birinci olmaq istədiyin insanın obrazını yaratmalısan və obrazı yaratdıqdan sonra özünə baxanda necə hiss etdiyini fərqinə varmalısan. İkinci hissə ən pis nə ola bilər düşüncəsidir. Dostlar, bax, mən bilirsiniz neçə adam tanıyıram, deyir, mən dik dayansam, çiynlərimi dik saxlasam, sinam qabaqda olsa, yəqin ki, mənə qayıdıb deyərlər ki, oy da bax, özündən necə razı adamdır bu. Neçə cavan oğlan, neçə yeniyetmə qız tanıyıram. Mən neçə həqiqətən gözəl olan xanım tanıyıram ki, duruşlarını ona görə bax belə qapadırlar. Çünki qadınlıqlarını qapadırlar. Çünki öz enerjilərini qapadırlar. Çünki özgüvənli görünmək onlar üçün sanki bir söyüşdür. Belə öyrədiblər. Yəni, dik dayanmaq, özünü ifadə etmək, rahat şəkildə özünü saxlamaq, bu qadına yaraşmayan bir xüsusiyyətdir kimi onlarda belə bir anlam otuzdurulub. Və yaxud da kişilərdə də həmçinin. Yəni, əgər özgüvənli görünsə, elə bil onları daha çox rəqabətə sövq olunacaqlar, digər oğlanlar tərəfindən. Səbəb budur. Ona görə ikinci hissəyə bir baxmalısan. Yəni, mən özgüvənli görünsəm, ən pis nə ola bilər? Anam nə deyə bilər, atam nə deyə bilər, qohumlar nə deyə bilər, tanımadığım tanışlarım nə deyə bilər, dostlarım qayıdıb mənə deyərmi ki, oy da sən də dəyişdin. İnsanlar bu sözdən elə qorxurlar, sən də dəyişdin. Həyatları boyunca dəyişmək istəyirlər, altından xətt çəkirəm və həyatları boyunda sən də dəyişdin, sən də filan işə girdin, dəyişdin. Sən də Götün Universitetə girdin, dəyişdin. Sən də evləndin, dəyişdin.
Təbii ki, dəyişməliyəm. Dəyişməyən tək şey bu həyatda dəyişimin özüdür. Mən birinci bunun fərqinə varmalıyam. Sən birinci bunun fərqinə varmalısan. Mən sənə xoş deyil deyə dəyişməməyi seçməməliyəm. Və yaxud da mən tək qalmayım deyə dəyişməməyi seçməməliyəm. Digər hissə, burada qeyd eləmişəm, kiçik cəsarət məşqləri etmək lazımdır. Yox demək. Sadə bir sərhəd. Yox. Açıqlama vermədən yox. Xoşuma gəlmir demək. Sadəcə xoşuma gəlmir. Yox. Kiçik şeylərə başla. Məsələn, yox demək sənin üçün hansı mövzularda lazımdır? Bunları götür bal ver. Məsələn, bugün X birinə yox deyirəm, çünki mən işə getməliyəm. Bu 10 üzərindən 2 bal çətindir sənə yox demək. Amma bazar günü həmin adama yox demək 10 üzərindən 5 bal çətindir. Tətil vaxtı yox demək vəbşi çətindir. Onda nə edirsən? Bunu ballandırırsan, 2 baldan başlayaraq artıq yox demək məşqləri edirsən. Bir insan sənə işdə mənə su gətir deyir, kofe ver deyir. Nə bilim, bir insan sənə dur ancaq oradakı sənədləri sən düzəlt deyir. Bir dəqiqə, əgər yəni o an o sənin içindən gəlmirsə, okey. Yox, yorğunam. Bəsit. Bunu deməyə çalış. Sonra kameraya qarşı bir dəqiqə danış məşqi demişəm. Bu nədir? Yox dediyin anda, yəni yox deyəndən sonra özünü açıqlamağa çalışmağı bir stoplamağa çalış. Güzgüdə məşq elə bunu. Daha sonra özünlə danışmağa çalış. Özünlə danışmağa çalış nədir? Bax, bir var ki, oturub özünlə söhbət eləyəsən, sən beləsən, sən belə gözəlsən, sən belə qəşəngsən, sən belə uğur qazanacaqsan, fərqi yoxdur. Belə bir şey yox, real danış. Bax, səndə bu güclü tərəflər var, səndə bu resurslar var. Səndə həmçinin bu güclü tərəfləri həyata keçirə bilmirsən. Bax, bu tərəflər də var ki, buna görə bunlar sənin zəif tərəflərindir. Özünlə real danış və özünə belə bir sual ver. Tamam, yaxşı. Mən özümü başa düşürəm. Mən güclü tərəflərimlə istifadə edərək necə daha çox önə çıxa bilərəm? Özümü daha çox necə ifadə edə bilərəm? Zəif tərəflərimi bir qədər kənara qoy və zəif tərəflərimi necə deyim, gözə salmağa çalışma. Zəif tərəflərindən istifadə edərək özünü müdafiə etməyə çalışma. Məsələn, fikir vermisiniz, kimsə ev alır və sən getmirsən o evə, deyirsən ki, çox gözəl evim var və qabağındakı insan avtomatik sənə belə bir şey deyir. Çox qəşəng evdir, amma pərdələri də, yəni özü harda zəifdirsə, onu sizə deyir. Amma pərdələri də nəsə ürəyimcə olmadı. Yəni çünki fikirləşir ki, sən onu deyəcəksən ki, pərdə pisdir, ona görə özü pərdələrini pisləməyə çalışır. Biz də bəzən özümüzə belərik. Mən yaxşı psixoloqam, amma məsələn deyirəm, böyük bir psixoloq kollektivim yoxdur iş heyətimdə. Neynədim? Dank, özümü down elədim. Dostlar, mən həm psixoloqam, həm də şəxsi biznesim var. Ona görə istər biznesdə, istər şəxsi həyatda necə özgüvənli davranmaq olar, bunu süni şəkildə yox, bunu praktik eləyə-eləyə, mərhələ-mərhələ həyatınızda formalaşdırmağı, yəni o obrazı formalaşdırmağı seçməyinizi istəyirəm. Süni şeylər sizin düşməninizdir. Süni manifestlər də sizin düşməninizdir. Əmin olun bundan. Dayanmadan afirmasiya edirsiniz. Mən güclüyəm, mən güclüyəm, mən güclüyəm. Ehtiyac yoxdur buna. Məsələn, sən hər gün özünə demirsən ki, mən çörək ala bilirəm, mən çörək ala bilirəm, mən çörək ala bilirəm. Çünki bu çörəyi alırsan da. Ona görə burada bu şeyə fikir ver. Yəni, mən özgüvənliyəm deyib özünü daha da çətinə salma. Bu bir prosesdir. Prosesi anla, özü anla, özünün fərqində var. Daha sonra bir sübut blankı götürə bilərsən. Əgər özgüvənin həqiqətən çox zəifdirsə, həyatın boyunca uğurların başqaları tərəfindən görülməyibsə, necə? Məsələn, yaxşı qiymət almısan, anangil fikir verməyib. Yaxşı bir universitetə girmisən, papanla maman deyib ki, həm də belə də olmalıydı da. Və belə kimi davranıblarsa, bunu dəyişməkdən ötürü sənə belə bir söz deyəcəm. Hər birimizin içərisində bir valideyn, yetişkin, indiki yaşımız və uşaq var. İçimizdəki valideynlər, çöldəki valideynlər necədirsə, bizlə elə danışırlar. Sənin burada eləyəcəyin birinci şey nədir? O nitq üsulunu dəyişmək, o ünsiyyət üsulunu dəyişmək. Otur özün üçün bir blank tut. Məsələn, məktəbə girdim, məktəbi bitirdim, universitetə daxil oldum, stipendiya aldım, bir qızla münasibətə qurdum, bir oğlanla münasibət qurdum, bir təcrübə yaşadım, bir uğursuzluq yaşadım və yaxud da bir uğur yaşadım. Falan proqramla xarici ölkəyə getdim və yaxud da ki, heç nə yox, mən özüm işləyə-işləyə həm də oxudum. Fərqi yoxdur da. Yəni burada hər nədirsə sizin uğurunuz öz gözünüzdə, onu bir aydınlaşdırın və bunları yazın. Bəzən biz depressiyalı pasiyentlərlə işləyəndə nəyə fikir veririk? Təsəvvür depressiyada olan bir insanın kravatdan durub gedib mətbəxdə su içməsi belə bizim üçün uğurdur. Yəni gündəlik uğurlarınıza da fikir verin. Məsələn, siz bugün durdunuz, siz bugün otağınızı səliqəyə saldınız, siz bugün işə gəldiniz, işin 2 saatı full enerji ilə işlədiniz. Nə bilim, 2 saatı kofe içdiniz, biraz söhbət elədiniz, dincəldiniz. Digər hissəni, ayda mən 6 saat işləmədim deməklə yox, mən 4 saat işlədim. Yəni buna fokuslanmağa çalışın. Və yaxud da bir pul qazananda, məsələn, bu ay siz qazanmalısınız 10.000 manat, bugün 100 manat qazanmışsınız və bu 100 manatı qazanda, ayda mən 100 manat qazanmışam, necə olacaq demək, yəni mən bugün 100 manat qazandım. Yəni buna fokuslanmağa çalışın. Və daha sonra
Biraz qəribə də olsa bu cümləni yazmışam. Heç kəsin vecinə olmadığınızın fərqinə varın. Yəni siz heç kəs üçün düşündüyünüz qədər önəmli deyilsiniz. Sizin həyatınız heç kim üçün düşündüyünüz qədər önəmli deyil. Hər kəs uğursuzluq yaşayan bir insanın həyatına müdaxilə etmək və ona ağıllı olmağa çalışır. Bundan əmin ola bilərsiniz. Amma çünki hər kəs də uğurlu olan bir həyatında bir pay edinməyə çalışır. Uğursuzluqda səni tək qoyurlar, danlayırlar, uğurlu olanda isə bir pay edinməyə çalışırlar. Bunu sadəcə bir proses olaraq başa düşün və heç kəsin vecinə olmadığınızı anladığınız üçün başqalarını düşünərək yaşamaqdan, başqaları nə deyər deyə yaşamaqdan, birdən filan şeyi eləyərlər, arxamca danışarlar deyib yaşamaqdan vaz keçməyi düşünün. Ümid edirəm bu video sənin üçün həqiqətən faydalı olar və özünü fərqində olduğun, özgüvənini sağlam şəkildə formalaşdırdığın yeni versiyanla gələn videomda görüşərik.